Ağa buyurur ki, müstəhəbdir bütün gündəlik vacibi namazlarda və həmçinin müstəhəb namazlarda bir dəfə qunut olsun. Bəl fi cəmi'i nəvafil, bəlkə bütün nafilə namazlarında, nəmişə gündəlik namazlarının nafiləsində, bütün nafilə namazlarında qunut tutmayı müstəhəbdir, amma şəfə'i namazını çıxma şərti ilə. Şəfə'i namazda qunut yoxdur. Şəfə'i namazda qeyd eləmişdik ki, namazın nafilələrini sayanda, gecə namazında qeyd elədik ki, bəli, bir rəkət vitr namazı var idi və yaxud da vətr, ondan qabaq qılınan 2 rəkət şəfə'i namazı var idi. Həmən namazda ağa deyir, qunut yoxdur. Qunutun özü müstəhəbdir. Amma şəfə'i namazda qunutu müstəhəb qəsdi ilə tutmaq olar. Ağa deyir ki, mənim yanımda bu sabit olmayıb.